Çöldə susub, zalimin qarşısında əyilməkdənsə kişi kimi gedib zindanda oturmağa yaxşı haqqı deyərəm, zülmə də etiraz eləyərəm, insanları da oyadaram, amma gedib zindanda oturaram. Ortada, meydanda prinsipial, əqidəli, dönməz adamlar var, amma sayı yetmir ki, böyük dəyişiklik olsun. Kəmiyyətin keyfiyyətə keçməsi prosesi dayanıb Azərbaycanda. Kəmiyyət o qədər deyil. Ona görə mən hər kəsə çağırış edirəm ki, gəlin bizimlə birlikdə bax, sosial ədalət tələb eləyək, korrupsiya ilə mübarizəni tələb eləyək, o Londondakı mülklərin, offshore-lardakı milyardların hesabatını tələb eləyək, birlikdə uşaq pulu tələb eləyək, birlikdə pensiyaları ləğv olunmuş insanlara ədalət tələb eləyək, birlikdə pensiya yaşlarının qaldırılmasını tələb eləyək, birlikdə ölkədə iqtisadi azadlıq, iqtisadi fəallığın təmin edilməsini tələb eləyək. Hamımız birlikdə siyasi məhbuslara azadlıq tələb eləyək. Bu ölkə nəhayət bu cəngəllik qaydaları ilə idarə etmədən qurtarsın. Biz nə istəyirik? Ölkədə vicdanlı, əqidəli, təmiz, mübariz insanların hamısını həbs atırlar. İlham Əliyev ətrafına yaltaqları, oğruları, rüşvətxorları topluyor və göstərmək istəyir ki, bu millətin siması budur. Bizim İslami maarifçiliyimiz deyir, ən qorxulu cəmiyyət alçalmış cəmiyyət. Düşünməyən cəmiyyəti düşündürmək olar. Amma düşünüb alçaqlıqlara başlayan cəmiyyəti heç də onlara yardım eləmək olmaz. Baxın, bizim Peyğəmbərimiz deyib, cahillə məstin bir dənə fərqi var. Dedi, məst adam, sərxoş adam yatar, ayılar. Amma cahil adam yatdıqca cahilləşir. Nə gözəl fərq buyurub Allah. Mən həmişə demişəm ki, biz xalqımızın gözünü xaricdən çəkməliyik. Nə Amerika, nə İngiltərə, nə Almaniya, nə Fransa gəlib burada Azərbaycan xalqının əvəzinə mübarizə aparmayacaq. Və əslində Amerikaya umud olmaq, yaxud da ki, qərbə umud olmaq biraz xalqı tənbəlləşdirir. Onu ictimai məsuliyyətdən azad edir. Mübarizə əzmin azaldır ki, onsuz da onlar gəlib nə isə eləyəcək də, mənim bu təhlükəli zamanda ortaya araya düşməyimin nə faydası var? Ona görə də mən və biz Milli Şurada olaraq, Azərbaycan Xalq Cəbhəsi Partiyası həmişə bu fikirdə olub ki, dəyişikliyin əsas xətti ölkənin içərisində milli mübarizələr keçir. Nə istəyirik? Biz ölkəmizdə sivil, dünyanın 80-90%-də artıq tətbiq olunan idarə etmək istəyirik. Məhkəmə normal olsun, yerli bələdiyyə olsun, insanlar danışdıqları sözə görə, müxalif fikirlərinə görə cəzalandırılmasın, işgəncə ümumiyyətlə tamamilə rədd edilsin, heç kimə qarşı olmaz bu. Bilirsiniz, bu bizim məmurların xəbəri varmı ki, dünyada artıq heç hərbi əsirlərə də olmaz işgəncə vermək. Düşmən dövlətin adamına da işgəncə verilmək olmaz. Amma bunlar deməli öz soydaşları düşür əllərinə çox rahatlıqla, vicdan azabı çəkmədən ona işgəncə verirlər.